Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bugün sizlərlə çox maraqlı bir mövzuda danışacağıq. Sənsiz yaşaya bilmərəm deyən insanlardan, yəni tərk edilmə inancından, tərk edilmə sxemindən danışacağam. Ola bilsin ki, bəlkə özünüzdə, öz münasibətlərinizdə və yaxud da ki, dostlarınızın, tanışlarınızın dilindən bu sözü eşitmisiniz. Mən partnyorumu buraxa bilmərəm, mən onu çox sevirəm. Hətta bəzən görürsünüz ki, toksik bir münasibətdir, yəni zərərlidir, bu münasibətin yaxşı bir tərəfi yoxdur. Bütün günü bir-birləri ilə dalaşırlar, bütün günü problemlər var. Amma tərəflərdən biri israrla deyir ki, mən onu buraxa bilmərəm. O mənim həyatımın hər şeyidir, o olmasa mən yaşaya bilmərəm. O getsə əgər tək qalaram. Bu təkcə bizim qarşı cinslə münasibətlərimizdə olmur, partnyorlarımızla münasibətimizdə olmur. Bu həmçinin dostumuzla, bəzən ailə üzvlərimizlə münasibətimizdə olur. Biz onlardan sevgini, qayğını almaq istəyirik. Əks halda bir balaca qeyri-müəyyənlik yaşayanda belə düşünürük ki, artıq onlar bizə sevgi verməyəcəklər, qayğı verməyəcəklər və biz sonda tək qalacağıq, tərk edilmiş olacağıq. Bu sözlərin hamısı, bu fikirlərin hər biri bizim o tərk edilmə inancımızla bağlıdır. Yəni bizim hər birimizin uşaqlıqdan bəri formalaşan təməl inancları var və bu inanclar hal-hazırda bizim həyatımızı idarə edir. Biz buna təməl inanclar və yaxud da ki, sxemlər deyə bilərik. Bu təməl inanclar və sxemlər bizim bugünkü həyatımızı təşkil eləyir. Məsələn, əgər mən münasibətlərimdə həddindən artıq birinə yapışıb qalıramsa və deyirəmsə ki, qorxuram məni tərk eləməyindən, partnyorum mənə 1 saat gec zəng eləyəndə əlim ayağım əsirsə, həyəcan keçirirəmsə, qorxu keçirirəmsə, bu qorxu dərin kədər hissinə çevrilirsə və daha sonra aqressivləşirəmsə, biz burada artıq tərk edilmə inancından danışırıq. Yəqin ki, görmüsünüz, mənim çox qabağıma çıxır belə insanlar, öz dostlarımın arasında da var. Sevgilisi 2 dəqiqə gec yazanda əl-ayağı əsir, ya da ki, sevgilisi sabahın xeyir mesajını tutaq ki də bir hərfini biraz qısa yazdısa, ya necəsə onu deformasiya eləyib o sözü yazdısa, həmin dəqiqə şübhələnir ki, o yəqin ki, məni sevmir, artıq məni qoyub gedəcək, artıq məni istəmir. Belə düşüncələr yaranmağa başlayır. Bu düşüncələrin təməli tam uşaqlığa gedir. Hətta bizim dil açmadığımız dönəmlərə, sözlü nitqə başlamadığımız dönəmlərə gedib çıxa bilər və bir çox səbəbi ola bilər. Əgər biz valideynlərimizdən birini itirmişiksə, ya da bizə valideynlərimizdən başqa şəxslər baxıbsa, məsələn, müxtəlif baxıcılar baxıbsa, anamız, atamız işləyibsə və biz tez-tez baxıcılar dəyişmişiksə, valideynimiz həddindən ziyadə istismar eləyən bir şəxs olubsa bizi, ya da ki, bizə ümumiyyətlə fikir verməyibsə, ehmal eləyibsə, atıb gedibsə, atıb getmək deyəndə burada təbii ki, şeyi nəzərdə tuturam, bizlə maraqlanmayıbsa, öz işləri ilə məşğul olubsa, alkoqolik olubsa, narkotik istifadəçisi olubsa, yaxud da ki, biz həddindən artıq bizi qoruyan bir ailədə böyümüşüksə, bizi tək harasa getməyə qoymayıblarsa, ya da bizim sərhədlərimizi həddindən ziyadə tapdalayıblarsa, özlərindən asılı vəziyyətə gətirən bir yerdə böyümüşüksə, ola bilər ki, bizdə bir yerdən sonra artıq tərk edilmə sxemi yaransın, tərk edilmə inancı yaransın. Ona görə də biz gələcəkdə bu yaraya toxunmamaq üçün müxtəlif formalarda reaksiyalar verməyə başlayır. Daha bəsit desəm sizə, uşaq vaxtı bizim bir yaramız təsəvvür eləyin ki, formalaşır və biz bunu böyüdüyümüz müddətdə necəsə ört-basdır eləyirik. Ört-basdır eləyə-eləyə gəlirik və hansısa bir münasibətin içərisində daxil olanda artıq biz həmin münasibətdən yapışqan hala gəlmiş oluruq. Yəni biz istəmirik ki, həmin adam bizi tərk eləsin, ya bizi tərk edəcəkləri bir münasibətlərə giririk. Öz gözümüzlə görürük, ya bu bəy, bu xanım hər dəfə məni aldadır, amma mən israrla onun ayaqlarına yapışıram və deyirəm ki, eybi yox, mən səni bu dəfə də bağışladım, amma gələn dəfə eləmə bunu. Ya da ki, ümumiyyətlə yapışqan oluruq. Qabağımızdakı adam çox sağlam bir insan da ola bilər bu arada, amma mən israrla ona yapışıram və qalıram və deyirəm ki, nə olar vaxtında yaz mənə, xahiş edirəm, gec gəlmə. Həyat yoldaşımız iş səyahatinə çıxır məsələn, ya da hansısa bir dostumuz tutaq ki, də bizə 1 saat gec geri dönüş eləyibdi. Biz ona deyirik ki, vəssalam, onu dostluqdan çıxardıram, belə dost olmaz olsun, o məni tərk eləmək istəyir, o məni tək qoyub gedəcək. Ya da yapışırıq, münasibətimizdən qalırıq. Bunların hər biri bizim o köhnə yaramıza təmas eləməmək üçün özümüzə uydurduğumuz şeylərdir. Əslində biz tərk edilməkdən o qədər qorxuruq ki, tək qalmaqdan o qədər qorxuruq ki, içdən-içə, o qədər bizi ağrıdır ki, o yara, o qədər sağalmayıb ki,
Təsəvvür eləyin ki, həkimin o əməliyyat eləməsinə bənzəyən bir şeydir də, bizim yaralı bir yerimiz var. Biz israrla onu sarıyırıq, sarıyırıq, güya sarıyırıq, amma heç bir prosedur aparmırıq üstündə. Böyüyəndə də hansı münasibətlərdə özünü göstərir bu problem və biz sonda deyirik ki, mən sənsiz yaşaya bilmirəm, mən sənə ya yapışmalıyam, ya sən tez-tez məndən maraqlanmalısan, məni qoyub getməməlisən, daima mənlə maraqlanmalısan. Nədir ki, biz o yaraya yenidən təmas eləməyək. Halbuki biz həmin tərəfimizlə üzləşsək və yenidən həmin o tək hiss elədiyimiz, tərk edildiyimiz məqamları yada salsaq, o yaramızı sağaltmağa yavaş-yavaş çalışsaq, təbii ki, hər şey dəyişəcək. Gələcəkdə münasibətlərimiz də dəyişəcək. Təkcə partnyor münasibətlərindən getmir söhbət, dostluq münasibətlərimiz də dəyişəcək və fərqli formada artıq özünü göstərəcək və özünüz də sağlam olduğunuzu hiss eləyəcəksiniz. Bu təbii ki, birdən-birə olacaq bir proses deyil. Bunu həll eləməyin ən yaxşı yolu ilk olaraq həmin o bayaq sadaladığım yaralı hiss elədiyiniz yeri tapmaqdır. Yenə də deyirəm, bu yaralı hiss eləmək məcbur deyil ki, çox böyük bir şey olsun. Ola bilər ki, ananızla, atanızla çox xırda bir ayrılıq süreci yaşamısınız. Bu süreç ola bilər, məsələn, bir gün boyunca, amma bu sizin üçün çox travmatik olub, çox ağrılı olub bu ayrılıq süreci. Ya da siz ümumiyyətlə zaten doğuşdan da xarakteri xüsusiyyət olaraq, mizac olaraq çox həssas birisiniz. Üzərinə də gələcəkdə bunu dəstəkləyəcək nələrsə gəlibdir. Yəni tərk edilməklə bağlı nələrsə gəlibdir və hal-hazırda siz bu vəziyyətdəsiz, birinə yapışırsınız. Özünüz də bəlkə də fərqindəsiniz ki, adam məni aldadır, mən davamlı bu adamdan qopa bilmirəm, münasibət yaşamaq istəyirəm, bu doğru bir şey deyil, bu mənim özümə zərərdir deyə düşünürsünüz, amma qopa bilmirsinizsə, ilk tövsiyə eləyəcəyim həll yolu həmin problemlə, həmin problemin kökü ilə üzləşməyinizdir. Mən ilk dəfə harda eyni cür hiss eləmişəm, ilk dəfə harda tərk edildiyimi hiss eləmişəm, ilk dəfə bu yaranı, bu ağrını harda hiss eləmişəm. Bunu düşünmək artıq prosesin yarısıdır deyə bilərəm. İkinci növbədə bu düşündüyünüz şeylə üzləşməyiniz gərəkir. Oradakı o yaralı uşaq tərəfinizin nəyə ehtiyacı olduğunu tapmağınız gərəkir və o uşağa ehtiyacı olan nədirsə verməlisiniz. Əgər o uşağın sevgiyə ehtiyacı var idisə, qayğıya ehtiyacı var idisə, qucaqlanmağa ehtiyacı var idisə, əlindən tutub çəkib aparılmağa ehtiyacı var idisə və s. artıq nədirsə bilmirəm, bunların hər birini sizin yetişkin halınızla ona verməyiniz gərəkir. Növbəti mərhələdə isə artıq o uşağın ehtiyaclarını ödədikdən sonra inanclarınızın yavaş-yavaş dəyişəcəyini görəcəksiniz və sizdən rica eləyəcəm ki, ehtiyac duyduğunuz halda alternativ düşüncələr artıq özünüzə formalaşdırasınız və düşüncələrinizi, yəni alternativ düşüncə onu deyirəm ki, daha sağlam düşüncələr formalaşdırasınız və bu düşüncələri bir vərəqə yazıb zaman-zaman oxuyasınız ki, o beyninizə tam olaraq həkk olunsun. Bu prosesi özünüz tək başına edə bilərsiniz, amma təbii ki, müəyyən qədər ağrılı olacaq. Ağrılı gəldiyi məqamda hər zaman deyirəm, bir mütəxəssisə müraciət eləmək vacibdir. Amma hər şeydən öncə, hətta mütəxəssisə gəlməmişdən öncə belə sizdə bu problemin olduğunu mütləq qəbul etməlisiniz. Birinə yapışqan halda yaşadığınızı, bu fərqi yoxdur. Yenə də deyirəm, partnyor olmaya bilər, ailə üzvünüz də ola bilər. Onun o sevgisinə, qayğısına ehtiyacınız olduğunu, əks halda tək qalacağınız düşüncəsi olduğunu qəbul etməlisiniz və onunla üzləşməlisiniz yavaş-yavaş. Bilin ki, sizin elə bir tərəfiniz var, tək qalmaqla bağlı qorxunuz var, belə bir inancınız var. Rica edirəm ki, onunla gözünüzü yumun, arada danışın, onu dinləməyə çalışın, görün o tərəf sizə nə demək istəyir, oradakı balaca uşaq sizə nəyi çatdırmaq istəyir. Bugünlük hələ ki, bunları danışmaq istəyirəm, tərk edilmə inancı ilə bağlı, amma tərk edilmə inancı başqa bir formada da özünü göstərə bilər. Bu da münasibətlərdən qaçmadır, qaçınmadır. Necə ki, bir tərəfimiz yapışqan bir halda yaşayır və deyir ki, sənsiz yaşaya bilmərəm. O biri tərəfdə deyir ki, mənim münasibətə ehtiyacım yoxdur, mən elə özüm bu halda yaxşıyam, tək hər şeyimi həll edə bilərəm. Bax, bu da var. Mən bu barədə sizə gələn videoda danışacağam və daha sonra münasibətlərlə bağlı maraqlı digər videolarda çəkəcəm. Bu qədərdir bugünlük deyəcəklərim. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.